Əgər sizin də belə bir probleminiz varsa, bu video sizin üçündür. Deneyin. Əgər alman dilində düzgün tələffüz edə bilmirsinizsə, bunun 2, hətta 3 səbəbi var. İndi bunları bir deyəcəm. Birincisi əsas odur ki, alman dilinə başlayarkən çox əsas olan, hətta təməl bilgilər deyərdim ki, hərflərin düzgün oxunuşu və hərf birləşmələridir. Bunları çox yaxşı öyrənmək lazımdır ki, siz heç görmədiyiniz bir sözü görəndə onu heç eşitmədən belə oxuya biləcəksiniz. Yəni ona görə əsas hərflərin düzgün oxunuşunu bilməkdir. Bir də hərf birləşmələrini yaxşı öyrənmək lazımdır. İkinci məqam isə alman dilində yetərincə dinləmə etmək lazımdır. Dinləmə etmək bir çox cəhətdən dili inkişaf elətdirir, yəni bizim dilimizi inkişaf elətdirir. Biz fərqində olmasaq belə sözlərin eşidirik və birisi o sözləri təkrarlayanda istər-istəməz artıq o sözü tanıyırsan. Ona görə tövsiyə edərdim ki, işlədiyimiz kitablarda onların dinləmə mətnlərini mütləq eləyin, dinləmə tapşırıqlarını mütləq eləyin, onları keçməyin. Dinləmə nağıllar var alman dilində, YouTube-dan qulaq asa bilərsiniz və yaxud podcastlər var. Bir çox materiallar var, internetdə əldə edə bilərsiniz. Üçüncü məqam da elə dinləmə ilə bağlıdır. Dinləmə edərkən eyni ilə siz də eşitdiklərinizi təkrar etməyə çalışmalısınız. Dil cəhətdən, tələffüz cəhətdən ən çox inkişaf elətdirəcək şey məncə budur. Əgər siz çalışsanız eşitdiyinizi təkrar etməyə, bu zaman tələffüzünüz yetərincə inkişaf edəcək.